Nisa, Qadınlar Suresi Mədinədə nazil olmuşdur. 176 ayədi. Bağışlayan, mehriban Allahın adıyla. Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. Bir-birinizdən cürbəcür şeylər ummaqdan, Allahdan və həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir. Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin. Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda onları bir-biri ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, böyük günahdır. Əgər yetim qızlarla evlənəcəyiniz təqdirdə ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan bəyəndiyiniz başqa qadınlardan 2, 3 və 4 nəfərlə nikah bağlayın. Əgər onlarla da ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlənin. Yaxud o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin. Bu, ədalətli olmağa, ədalətdən kənara çıxmamağa daha yaxındır. Qadınlarınızın mehirlərini könül xoşluğu ilə verin. Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq nuşcanlıqla yeyin. Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları səfihlərə verməyin. Onları həmin maldan yedirdib, geyindirin və özlərinə xoş sözlər deyin. Yetimləri nigah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını, həddi buluğa çatdıqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyən kimi mallarını məndən alacaqlar deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan qəyyum o mala toxunmasın. Kasıb isə qəbul olunmuş qayda üzrə ehtiyacı olduğu qədər çəkdiyi zəhmətin əvəzi miqdarında yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq hesab çəkməyə Allah kifayət edər. Ata, ana və qohumların vəfat etdikdə qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da bunlara veriləcək hissə müəyyən edilmişdir. Malın vərəsələr arasında bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın.
Özlərindən sonra aciz və zəif övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötürü necə qorxurlarsa, yetimlərdən ötürü də o cür qorxsunlar. Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar. Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yiyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar qiyamətdə alovlu cəhənnəmə girəcəklər. Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula 2 qız hissəsi qədər pay düşür. Əgər ölən şəxsin qızlarının sayı 2-dən artıqdırsa, mirasın 3/2 hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə, vəfat edənin ata və anasının hər birinə mirasın 6/1 hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, malın 3/1 hissəsi anaya aiddir. Qalan hissə tamamilə ataya çatır. Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi 6/1'dir. Yerdə qalan hissə yenə atanın payına düşür. Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin xeyir və mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu bölgü Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən Allah hər şeyi biləndir, hikmət sahibidir. Ey kişilər! Əgər vəfat etmiş arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın 4/1 sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın 4/1 arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın 8/1 onlara çatır. Əgər vəfat etmiş kişi və qadının eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın 6/1 düşür. Onların sayı 1-dən artıq olduqda isə hamısı həmin malın 3/1-nə şərikdir. Bu, vərəsələrə zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. Bütün bunlar Allah tərəfindən bəndələrə tövsiyə olunmuşdur. Allah hər şeyi biləndir, həlimdir. Bunlar Allahın hökmləridir. Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da möminlər üçün böyük qurtuluşdur. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib, onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik cəhənnəmə daxil edər. Onu rüsva edici əzab gözləyir.
qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan 4 şahid tutun. Əgər onlar bu işə şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açana dək evlərdə həbs edin. İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin. Əlbəttə, Allah tövbələri qəbul edəndir, bəndələrini bağışlayandır. Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edələr. Allah belələrinin tövbəsini qəbul edir. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir. Günah işlər görməkdə davam edərək ölüm yetişən anda, mən indi tövbə etdim deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq. Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədi ilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz, dözün. Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah sizdən ötürü çoxlu xeyir nəzərdə tutmuş olsun. Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şeyi geri almayın. Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız? Siz onu necə geri ala bilərsiniz ki? Bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman almışdılar. Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və Allahın qəzəbinə səbəb olan pis bir yoldur. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları, ögey qızlarınızla evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və 2 bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə, cahiliyyət dövründə olan bu cür işlər müstəsnadır. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir.
cihad vaxtı əsir olaraq sahib olduğunuz cariyələr müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı ilə sizə haram edildi. Bunlardan başqaları isə namusla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. Yaxınlıq etdiyiniz qadınların mehirlərini lazımı qaydada verin. Mehir müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötürü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir. Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mömin, iffətli kənizlərdən alsınlar. Allah sizin imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiz. İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehirlərini qəbul olunmuş qaydada verin. Əgər onlar ərə getdikdən sonra zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olur. Həqiqətən, Allah bağışlayandır, rəhm eləyəndir. Allah sizə bilmədiklərinizi bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir, hikmət sahibidir. Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyri ilə düz yoldan saptırmaq istəyirlər. Allah istər ki, üzərinizdə olan ağırlığı yüngülləşdirsin. Çünki insan zəif yaradılmışdır. Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, biz onu cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır. Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq. Allahın maddi, yaxud mənəvi cəhətdən birinizi digərinizdən üstün tutduğu, birinizə digərinizdən artıq verdiyi şeyi özünüzə arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı var. Dilədiyiniz şeyi Allahın lütfündən, mərhəmətindən istəyir. Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir. Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin.
Əlbəttə, Allah hər şeyə şahiddir. Kişilər, qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından qadınlar üçün sərf etməsinə görədir. Əməli salih qadınlar ərlərinə itaət edib, Allahın himayəsi sahəsində gizli şeyləri, ərlərinin sirlərini, mal dövlətini, namus və şərəfini qoruyub saxlayırlar. Ey kişilər! Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin. Yola gəlməzsə, onlardan yatağınızı ayırın və döyün. Sizə itaət etdikdə isə, daha onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür. Ey möminlər! Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər vasitəçi təyin edib, onların yanına göndərin. Əgər bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah hər şey biləndir, hər işdən xəbərdardır. Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dosta, pulu qurtarıb yolda qalan müsafirə, sahib olduğunuza, qul və kənizlərə yaxşılıq edin. Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz. O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi neymətləri gizlədirlər, mütləq cəzalarına çatacaqlar. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq. Öz mallarını xalqa göstərmək, şöhrət qazanmaq xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da Allah sevməz. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir. Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən yoxsullara sərf etsəydilər, nə olardı? Allah onları yaxşı tanıyandır. Həqiqətən, Allah heç kəsə zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu 2 qat artırar və öz tərəfindən də bu əməlin sahibinə böyük mükafat verər. Ya Muhammed! Hər ümmətdən peyğəmbərini bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman kafirlərin halı nə cür olacaq? O gün Allahı dananlar və peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər. Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cünub olduğunuz zaman yol ötən müsafirlər müstəsnadır, qüsl edənədək namaza yaxınlaşmayın. Xəstələndikdə
və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlarla yaxınlıq etmiş olduqda, qüsl və dəstəmaz üçün su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin. Ovuclarınızı üzünüzə və əllərinizə sürdün. Şübhəsiz ki, Allah əhv edəndir, bağışlayandır. Ya Muhammed, məgər sən kitabdan bir pay verilmiş olanları görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də doğru yoldan azmanızı istəyirlər? Allah sizin düşmənlərinizi sizdən daha yaxşı tanıyır. Bir dost və yardımcı kimi Allah sizə kifayət edər. Yahudilərin bir qismi Tevratdakı sözlərin yerini dəyişib, təhrif edir və dillərini əyərək dinə, İslama tənə vurmaq məqsədi ilə sənə qarşı eşitdik və qəbul etmədik, eşit, eşitməz olasan və rayinə deyirlər. Əgər onlar eşitdik və itaət etdik, eşit və bizə tərəf bax desəydilər, əlbəttə onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfürləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdi. Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb, arxalarına çevirməmişdən və şənbə gününün hörmətini saxlamayanlara əshab-ı səbtə etdiyimiz kimi onlara da lənət etməmişdən əvvəl əlinizdə olan Tevratı təsdiqləyən kimi nazil etdiyimiz Qurana iman gətirin. Allahın əmri mütləq yerinə yetəcəkdir. Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əhv etməz. Amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə böyük günah etmiş olur. Ya Muhammed, özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, elə deyil. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz. Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax. Bu açıq bir günah üçün kifayətdir. Ya Muhammed, kitabdan və ya yazıb oxumaqdan bir pay verilənləri görmürsənmi? Onlar cibt və tağuta inanır və kafirlər üçün də bunlar möminlərdən daha doğru yoldadılar, deyirlər. Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən. Yoxsa onların dünyada hökmranlıqdan bir payı vardı. Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu belə verməzdilər. Yoxsa onlar Allahın öz neymətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar. Halbuki biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik. Onlardan kimisə ona iman gətirdi, kimisə ondan üz döndərdi. Üz döndərənlərə cəhənnəmin alovlanmış odu kifayət edər. Ayələrimizi inkar edənləri oda atacağıq. Onların dəriləri bişdikcə
əzabı dadsınlar deyə. O dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir. İman gətirən və yaxşı işlər görən şəxsləri ağacları altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik. Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən Allah bununla sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah hər şeyi eşidəndir, görəndir. Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itayət edin. Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. Ya Muhammed, sənə nazil edilən Qurana və səndən əvvəl nazil edilən Tevrata, İncilə iman gətirdiklərini iddia edən münafiqləri görmürsənmi? Onlar tağutun huzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur. Şeytan isə onları doğru yoldan çox uzaq olan zəlalətə sürükləmək istər. Onlara Allahın nazil etdiyi Qurana və Peyğəmbərə tərəf gəlin deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən. Bəs elədikləri əməllərin cəzası olaraq, başlarına bir müsibət gəldiyi zaman onların halı necə olacaq? Sonra onlar sənin yanına gəlib, biz yalnız yaxşılıq etmək və iddiaçılar arasında barışıq yaratmaq istədik, deyərək Allaha and içəcəklər. Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini yaxşı bilir. Ya Muhammed, sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz deyin. Biz hər peyğəmbəri ancaq ona Allahın izni ilə itaət olunsun deyə göndərdik. Münafiqlər özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər. Amma xeyr, ya Muhammed, Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar. Əgər biz onlara özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın deyə yazıb əmr etsəydik, içərilərindən az bir hissəsi müstəsna olmaqla bu əmri yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə bu onlar üçün daha xeyirli və daha düzgün olardı. O zaman biz də onlara öz tərəfimizdən böyük mükafat verərdik və onları düz yola yönəldərdik. Allaha və Peyğəmbərə itaət edənlər axirətdə Allahın nemətlər verdiyi peyğəmbərlər, tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər, şəhidlər və yaxşı əməl sahibləri ilə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır. Bu mükafat Allah tərəfindəndir. Hər şeyi bilən Allah sizə kifayət edər. Ey iman gətirənlər!
ehtiyatı əldən verməyib, silahınızı götürün və düşmənə qarşı cihada, ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın. Aranızda elələri də vardır ki, siz cihada çıxdıqda ağır tərpənər və əgər sizə bir müsibət üz versə, Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım deyər. Əgər Allah tərəfindən sizə bir nemət yetişərsə, o zaman güya aranızda heç bir dostluq yoxmuş kimi, kaş ki mən də onlarla birlikdə olub, böyük bir qənimət əldə edəydim, söylərlər. Elə isə, qoy dünyanı verib əvəzində, axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya düşmənə qalib gələrsə, ona böyük mükafat verəcəyik. Ey müsəlmanlar! Sizə nə olub ki, Allah yolunda, ey Rəbbimiz, bizi əhalisi zalim olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla, deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursuz. İman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar. O halda şeytanın dostları ilə vuruşun. Şübhəsiz ki, şeytanın hiləsi zəifdir. Ya Muhammed, o şəxsləri görmürsənmi ki, onlara vaxtı ilə müharibədən əl çəkin, namaz qılın, zəkat verin deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq insanlardan qorxuya düşərək, ey Rəbbimiz, cihad etməyi nə üçün bizə vacib etdin? Nə olardı ki, bizi öz əcəlimiz çatana qədər yubandıraydın? Daha bir müddət cihadı bizə vacib buyurmayaydın, dedilər. Onlara söylə, dünyanın ləzzəti və faydası azdır. Lakin müttəqi üçün axirət daha xeyirlidir. Müttəqilərə xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq. Harda olursuz olun, hətta uca möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. Ya Muhammed, Yahudilərə və münafiqlərə bir xeyir yetişdikdə, bu Allahdandır deyərlər. Bir pislik isə üz verdikdə, bu səndəndir, söyləyərlər. Onlara de, hamısı Allah tərəfindəndir. Bu cəmaətə nə olub ki, az qala söz də anlamır? Ey insan, sənə yetişən hər bir yaxşılıq Allahdandır. Sənə üz verən hər bir pislik isə özündəndir. Ya Muhammed, biz səni insanlara Peyğəmbər göndərdik. Allahın buna şahid olması kifayət edər. Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, qoy döndərsin. Biz ki, səni onların üzərində gözətçi olmağa göndərməmişik. Ya Muhammed, onlar sənə itaət edirik, deyir. Lakin sənin yanından çıxıb getdikləri zaman, onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları əməl dəftərlərinə yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et. Allahın sənə vəkil olması kifayət edər. Onlar Quran barəsində onun Allah kəlamı olması haqqında düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət tapardılar. Münafiqlərə bəzi müsəlmanların sadəlöflüyü üzündən döyüş meydanından əminamanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki, əgər müsəlmanlar bunu münafiqlərə deyil, Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki,
az bir qisminiz müstəsna olmaqla şeytana uyardınız. Ya Muhammed, Allah yolunda vuruş, sən yalnız özünə cavabdehsən, lakin möminləri də cihada təşviq et. Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış, sizi kafirlərin qəzəbindən saxlamış olsun. Allahın qəzəbi də, əzabı da çox şiddətlidir. Yaxşı işə havadar olana onun savabından, pis işə havadar olana onun günahından bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya eyni ilə sahibinə qaytarın. Şübhəsiz, Allah hər şeyi hesaba alandır. Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı bir yerə əlbəttə o toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər? Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına qaytarmışdır. Siz Allahın öz istəyi, öz iradəsi ilə küfr edəcəyini əzəldən bildiyi üçün azdırdığı kimsəni doğru yola mı gətirmək istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir doğru yol tapa bilməzsən. Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özləri ilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda hicrət etməyənə qədər onlardan özünüzə dost tutmayın. Əgər tövhiddən və hicrət etməkdən üz çevirsələr, onları harda görsəniz tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun. Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmləri ilə vuruşmaqdan ürəkləri sıxılaraq sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif eləsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz. Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz cəmaatından arxayın olmaq istərlər. Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar. Bunlar da hər dəfə fitnə fəsad törətməyə sövq edildikdə baş aşağı ora atılar, canı dildən bu işə qoşularlar. Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harda rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik. Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu səhvən olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qan bahasını sədəqə olaraq bağışlamadıqda ölən şəxsin varislərinə tam şəkildə qan bahası verməlidir. Əgər öldürülən şəxsin özü mömin olduğu halda sizə düşmən olan bir tayfadandırsa, o vaxt öldürən şəxs mömin bir qul azad etməlidir. Əgər öldürülən şəxs sizinlə müqavilə bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qan bahası verməklə bərabər mömin bir qul azad etmək lazımdır. Hər kəs azad etməyə qul tapa bilməsə, o Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca 2 ay oruç tutmalıdır. Allah
hər şeyi biləndir, hikmət sahibidir. Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər. Axirətdə onun üçün böyük əzab hazırlar. Ey iman gətirənlər! Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman diqqətli olun. Sizə salam verən bir şəxsə, dünya həyatının puç mənfəətinə tamahsılanaraq, sən mömin deyilsən deməyin. Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz. Lakin Allah sizə mərhəmət etdi, elə isə siz də insanları bir-birindən fərqləndirməkdə diqqətli olun. Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır. Zərər çəkmədən, üzürsüz evlərində əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən şəxslər bərabər olmazlar. Allah malları və canları ilə vuruşanları evlərində əyləşənlərdən, cihada getməyənlərdən dərəcə etibarı ilə üstün tutdu. Allah bunların hamısına savab vəd etmişdi. Lakin Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdi. Onlara Allah tərəfindən yüksək dərəcələr, bağışlanmaq və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir. Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən onlara deyəcəklər: biz yer üzərində zəif kəslər idik. Mələklər də onlara, Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edeydiniz, deyəcəklər. Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır. Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə mənzil başına çatmadan ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah özü verər. Allah bağışlayandır, rəhm edəndir. Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq, 4 rəkətli namazı 2 rəkət qılmaq sizə günah hesab edilməz. Həqiqətən, kafirlər sizinlə açıq düşməndilər. Ya Muhammed, sən əskərlərin içərisində olub, onlara namaz qıldırdığın zaman, onlardan bir dəstə silahlarını özləri ilə götürüb silahlı vəziyyətdə səcdə edən kimi sizin arxanıza, düşmənin önünə keçsinlər. Sonra namaz qılmayan dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın. Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə bir dəfəlik qəfil bir hücumla basqın edeydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman, silahlarınızı namaz vaxtı yerə qoymaq sizə günah deyildir. Lakin ehtiyatınızı gözləyin. Şübhəsiz ki, Allah kafirlər üçün
alçaldıcı əzab hazırlamışdır. Namazınızı qıldıqdan sonra, ayaq üstə olanda da, uzananda da Allahı zikr edin. Arxayınlığa çıxdıqda isə namazı öz qaydasınca qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda vacib edilmişdir. Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz yaralarınızdan və səfərin çətinliklərindən əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir. Ya Muhammed, həqiqətən biz sənə Qur'anı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən, onların xeyrinə mübahisə aparan olma. Allahdan bağışlanmaq dilə. Əlbəttə, Allah bağışlayandır, rəhm eləyəndir. Özlərinə xəyanət edən şəxslərdən ötürü mübahisə etmə. Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz. Onlar xəyanətlərini insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar Allaha xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə o onların yanındadır. Allah onları bilir, Allah onların nələr etdiyini biləndir. Ey xainləri müdafiə edənlər! Budur, siz dünyada onlardan ötürü onların xeyrinə mübahisə etdiniz. Bəs qiyamət günü kim onlardan ötürü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır? Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir. Hər kəs bir xəta və ya günah edib, onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar. Günah üstündən günah qazanar. Ya Muhammed, əgər sənə Allahın lütfu olmasaydı, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Qur'anı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə axirətdə böyük mükafat verəcəyik. Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib, möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir. Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, haqq yoldan çox azmışdır.
müşriklər Allahı qoyub yalnız qadın bütlərə tapınır və yalnız inatkar şeytana ibadət edirlər. Allah şeytana lənət etdi. Rəhmətindən kənar edib, dərgahından qovdu. O isə dedi, əlbəttə, mən sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Onları hökmən doğru yoldan saptıracaq, puç xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm. Allahı atıb, şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. Şeytan onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir. Şeytana uyanların yeri cəhənnəmdir və oradan xilas olmağa çarə tapmazlar. İman gətirib, yaxşı işlər görənləri isə biz altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir? Bu, cənnətə daxil olmaq nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik eləyən şəxs onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır. Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və ya qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyə qədər haqsızlıq edilməz. Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabi olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi özünə dost tutmuşdur. Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi elmi və qüdrəti ilə ehtiva etmişdir. Ya Muhammed, səndən qadınlar barəsində fətva istəyirlər. De ki, onlar barəsində fətvanı sizə Allah və Qur'andan sizə oxunan ayələr verir. Onlar verilməsi vacib olanı, mirası özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar və aziz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir. Sizin etdiyiniz bütün xeyirli işləri şübhəsiz ki, Allah bilir. Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb davadalaşdan, kobud rəftardan çəkinsəniz, bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır. Siz hər nə qədər cəhd göstərsəniz də heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Bari birisinə tamamilə meyl göstərib digərini asılı vəziyyətdə nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış qoymayın. Əgər özünüzü islah edib belə hərəkətlərdən çəkinsəniz, Allah sizi bağışlar. Həqiqətən Allah bağışlayandır,
rəhm edəndir. Əgər ər-arvad bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini öz geniş lütfi ilə ehtiyatsız edər. Həqiqətən Allah geniş lütf, hikmət sahibidir. Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Ey müsəlmanlar! Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, yenə də göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah ehtiyatsızdır. Öz-özlüyündə şükür olunmağa, tərif olunmağa layiqdir. Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər. Ey insanlar! Əgər O istərsə, sizi yox edər. Yerinizə başqalarını gətirər. Allah buna qadirdir. Hər kəs dünya savabını istərsə, bilməlidir ki, dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir. Ey iman gətirənlər! Şahidliyiniz sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahid olun. Əleyhinə şahidlik edəcəyiniz şəxs istər dövlətli, istər kasıb olsun. Hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin. Əgər dilinizi əyib büssəniz və ya doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən boyun qaçırsanız, bilin ki, Allah etdiyiniz işlərdən xəbərdardır. Ey iman gətirənlər! Allaha və onun öz Peyğəmbərinə indirdiyi Qurana və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin. Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs şübhəsiz ki, doğru yoldan çox azmışdır. Əvvəlcə iman gətirib, sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir. Ya Muhammed! Münafiqlərə müjdə ver ki, onlardan ötürü axirətdə şiddətli əzab var. O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar, izzət və qüdrəti onların yanında mı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur. Allah Quranda sizə bildirmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin. Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən Allah münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə bir yerə toplayacaqdır. Ey müsəlmanlar! Sizə göz qoyan münafiqlər Allah tərəfindən sizə bir qələbə üz verdikdə, məgər biz də sizinlə deyildikmi, deyər. Kafirlərə zəfər nəsib olduqda isə, məgər möminlərlə birlikdə sizə qarşı vuruşsaydıq, biz sizə qalib gələ bilməzdikmi?
Məgər biz möminlərə onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə mane olmadıqmı? Söyləyərlər. Qiyamət günü Allah özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə, möminlərin əleyhinə olan bir yol göstərməz. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki Allah onların bu işlərinə tədbir görəndir. Onlar namaza durduqları zaman yerlərindən tənbəlliklə könülsüz qalxar, özlərini yalandan xalqa göstərər və Allahı olduqca az yad edərlər. Münafiqlər imanla küfr arasında tərəddüd edib, nə tamamilə möminlərə, nə də kafirlərə tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir nicat yolu tapa bilməzsən. Ey iman gətirənlər! Möminləri qoyub, kafirləri dost tutmayın. Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz? Ya Muhammed! Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan. Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında etiqadını təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərlə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. Əgər siz şükr etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki? Allah şükrə qiymət verən, hər şeyi biləndir. Allah pis sözün açıq deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidəndir, biləndir. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz, Allah onları bilər. Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir. Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər, biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun iman ilə küfr arasında bir məzhəb tapmaq istəyənlər, bütün bunlar həqiqətən kafirdirlər. Biz axirətdə kafirlərdən ötürü alçaldıcı əzab hazırlamışıq. Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir. Ya Muhammed! Kitab əhli sənin onlara göydən bir kitab indirməyini istəyirlər. Halbuki onlar vaxtilə Musadan bundan daha böyüyünü istəmiş və bizə Allahı aşkar göstər demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq aydın möcüzələr gəldiyi halda buzova sitayiş etmişdilər. Biz onların bu günahından da keçdik və Musaya açıq-aşkar dəlil, parlaq möcüzələr verdik. Əhdə riayət etsinlər deyə
Tur dağını onların başları üzərinə qaldırdıq və onlara qapıdan səcdə edərək daxil olun, şənbə gününün qayda qanunu pozmayın dedik və onlardan möhkəm əhd aldıq. Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, Peyğəmbərləri haqsız yerə öldürdükləri və ürəklərimiz pərdəlidir dedikləri ucundan Allahın lənətinə düçar oldular. Bəli, öz küfürləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər. Onlar həm də küfr etdikləri və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün lənətə düçar oldular. Onların lənətə düçar olmalarının bir səbəbi də biz Allahın elçisi Məryəm oğlu İsa Əl-Məsihi öldürdük demələridir. Halbuki onlar İsa'nı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun şəxsən öldürülməsi barəsində əlbəttə şək-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə İsa'nı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir. Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl can verdiyi zaman İsa'ya iman gətirməsin. Lakin İsa qiyamət günündə kitab əhlinin əleyhinə şəhadət verəcəkdir. Yahudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə əvvəlcə özlərinə halal edilmiş gözəl neymətləri onlara haram etdik. Və qadağan olunmasına baxmayaraq, sələm aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən, halal olanı onlara haram buyurduq. Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq. Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir. Allaha və axirət gününə iman gətirirlər. Biz əlbəttə onlara böyük mükafat verəcəyik. Ya Muhammed! Biz Nuh'a və ondan sonraki peyğəmbərlərə vəhiy göndərdiyimiz kimi, sənə də vəhiy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına İsa'ya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhiy göndərdik. Biz Davuda da Zəburu verdik. Biz peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq. Bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə arada heç bir başqa vasitə olmadan danışdı. Biz peyğəmbərləri möminlərə müjdə gətirən və kafirlərə əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət, hikmət sahibidir. Lakin ya Muhammed, Allah sənə nazil etdiyi Quran ilə şəhadət verir ki, Quranı öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər. Allahı inkar edən və insanları Allahın yolundan döndərən şəxslər şübhəsiz ki, haqdan çox uzaq bir zəlalətə uğramışlar.
Kafirləri və zülümkarları şübhəsiz ki, Allah bağışlayan və onlara cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa. Bu isə Allah üçün çox asandır. Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla gəldi. Ona iman gətirin. Bu sizin üçün xeyirli olar. Siz onu inkar etsəniz də bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allahın sizin ona inanıb inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər. Həqiqətən Allah hər şeyi biləndir, hikmət sahibidir. Ey kitab əhli! Öz dininizdə həddi aşmayın. Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın Peyğəmbəri Cəbrail vasitəsilə Məryəmə çatdırdığı bir söz və onun tərəfindən olan bir ruhdur. Allaha və Peyğəmbərlərinə iman gətirin. Allah barəsində üçdür deməyin. Belə sözlərə son qoyun ki, bu sizin üçün daha yaxşı olur. Həqiqətən, Allah tək bir Tanrıdır. Övladı olmaqdan, bu bəşəri xüsusiyyətdən kənardır. Göylərdə və yerdə nə varsa, hamısı O'nundur. Allahın sizə vəkil olması bəs edər. İsa əl-Məsihdə, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını öz hüzuruna toplayacaqdır. Allah iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək. Üstəlik, öz nemətindən onlar üçün artıracaqdır. Allaha ibadət etməyi özlərinə sığışdırmayanları və lovğalıq edənləri isə acı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar. Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik. Allah ona iman gətirən və ondan möhkəm yapışan kimsələri öz mərhəmətinə, lütfüne alar və onları özünə tərəf gedən düz yola salar. Ya Muhammed! Səndən fətva istəyirlər. De! Atası və övladı olmayan şəxsin mirası haqqında Allah sizə belə fətva verir. Övladı və atası olmayan bir şəxs vəfat etdikdə, onun ata bir, ana bir və ya yalnız ata bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı və atası olmayan bir qadın vəfat etdikdə, qardaşı onun varisidir. Malın hamısı onun payına düşür. Əgər vəfat edən şəxsin 2 və ya daha artıq bacısı varsa, mirasın 2/3 onlara çatır. Əgər varislər qardaş və bacılardan bir qardaş, bir bacı
və ya bir neçə bacı qardaşdan ibarət olarsa, kişiyə, qadına düşən payın 2 misli verilir. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir.